Çira. İnsan həyatının ən gözəl çağı tələbəlik illəridir. Tələbə olsan, fəxrlə yaşayarsan ki, sən dünənki kəndçi, bugün universitet tələbəsi, tam hüquqlu, hörmətli vətəndaşsan. Dərs vaxtı aylarla dərsə getməsək də, imtahan qabağı birimizin evinə yığışır, dərslikləri fəsil-fəsil əzbərləyir, yuxusuz və əldən düşmüş halda imtahana gedirdik. Qiymətimizin 2 olmadığını gördükdə ürəkdən sevinirdik. Bir dəfə mən dostlarımla otağımda iqtisadi coğrafiyadan imtahana hazırlaşırdıq. Həmin gün imtahanı Çira götürürdü. İmtahan komissiyası isə Nestor, Otar, Xvitso və Şotodan ibarət idi. Tələbə Vaşalamidze, hansı ölkələrdə qala istehsal olunur və bu metal ehtiyatından kimdə daha çoxdur, deyə Çira zabitəli səslə soruşdu. Yadımdadır ki, qalay ən çox bizim kənddə Əli adlı qalayçıdadır. Hardan istehsal etdiyini isə bilmirəm. Özünü gizliyə qoyma. Dərs keçmək istəmirsənsə, gedə bilərsən. Bizə mane olma, deyə Nestor hirsləndi. Vaşalamidze, 2-ci suala keçin. Birincini bilmirsiniz. Çira gülümsədi. Yaxşı, 2-ci sual. Amerika Birləşmiş Ştatlarında maşın qayırma. Amerika Birləşmiş Ştatları ibarətdir ştatlardan. Zuriko, zarafatı boşla. Ardını danış, Çira incidi. Amerika Birləşmiş Ştatlarında maşın qayırma olduqca inkişaf edib. Sayını unutmuşam, amma deyirlər ki, adam başına 5 maşın düşür. Məsələn, küçədə maşın durub, ona yanaşıb qapısını açırsan, qapı avtomatik açılır. Şoto səhvimi düzəltdi. Hə, sonra düyməni basırsan, siqar çıxır, 2-ci düyməni basırsan, kibrit, 3-cüsünü basırsan, pişmiş çoşka çıxır. Şoto davam etdi. Birində basırsan, dadlı şirə və şokolad çıxır, hə? 2-cini basırsan, həzin musiqi səslənir. Bəs onların elə maşını satmağa heyfi gəlmir, Nestor təəccüblə dedi. Neynəsin yazıq, ehtiyac məcbur eləyir, Şoto cavab verdi. Zarafatdan doymadınız, Çira əsəbləşdi. Hamı bir anlıq susdu. Sonra mən davam etdim. Deyirlər, əgər Fordun bütün qızıllarını əridib kəmər düzətsələr, bütün yer kürəsini qurşaqlamaq olar. O kəmərin heç olmasa ilgəyi məndə olaydı. Özümə diş qoydurardım, deyə xəyala dalmış Nestor gülümsəyərək qaralmış dişlərini göstərdi. Diş nədir? Şoto dilləndi. O qızılı mənə versəydilər. Nə edərdin? Nestor soruşdu. Əvvəla bütün konspektləri və dəftərləri cırardım. Sonra bizim dekanın yanına gedib qiymət kitabçasını və tələbə biletini stolun üstünə qoyardım. Hörmətlə sağollaşıb çıxardım. Bəs mən? Nə sən? Mənə 1000 manat borc verərdin. Otaq pulunu ödəyə bilmirəm. Əcəb işdir. Mənə nə var? Marta xala, eşidirsən? Eşidirəm bala, deyə Marta xala hay verdi. Siz elə hamınız bir yuvanın quşusuz. Avarasız. 3-cü suala cavab verin, deyə Çira imtahanı bizim yadımıza saldı. 3-cü sualı bilmirəm. Mən pərt olmuş halda dilləndim. Kimin sualı var? Çira komissiya üzvlərindən soruşdu. İcazə verin, Otar dedi. Buyurun. Hörmətli komissiyadan üzr istəyirəm. Amma məni bir şey maraqlandırır. Doğrudanmı bu avara sabah yox, o biri gün imtahan verməyə hazırlaşır? Mən cavab verməkdən imtina edirəm, dedim. Proqramda belə sual yoxdur. Sonra o biri yoldaşın növbəsi çatdı. Gecə yarısı dağılışdıq. Otar, Nestor və Şoto tələbə şəhərciyində, Çira isə yaxınlıqda yaşayırdı. Onu hər dəfə mən ötürürdüm. Çira göygöz, hündürboy, gözəl qızdı. Kurs oğlanlarının demək olar ki, hamısı Çiraya vurulmuşdular. O isə məni sevirdi. Biz yavaş-yavaş Rustaveli xəyabanı ilə gedirdik. Ətrafda sakitlik idi. Hərdən bir tramvay çarxlarının taqqıltısı və posta durmuş milisionerlərin zəif fitləri eşidilirdi. Zuriko, gecə gəzməyi xoşlayırsan? Xoşlayıram. Qorxmursan? Yox. Bəs sən? Mən qorxuram.
Nədən qorxursan? Birdən bizi soyundurarlar. Mənim nəyimi soyunduracaqlar? Məni ancaq geyindirə bilərlər. Bəs məni soyundursalar necə? Onda gözlərimi yumaram. Elə bu? Yaxşı arxasan. Bilirəm ki, siz kəndçi uşaqları güclü və həm də çox qorxaq olursunuz. Mən ancaq bıçaqdan qorxuram. Mən tapançadan da qorxuram. Bəs sıçanlardan qorxmursunuz? Qorxuram, Zuriko. O iki sərxoş kişini görürsən, bizə tərəf gəlirlər. Keçək o biri səkiyə. Tsira bərk-bərk mənə sıxıldı. Ayıbdır. Kişilər Kaşvet kilsəsinin qabağında durdular. Qucaqlaşıb ayrıldılar. Biri getdi, o biri düz bizə tərəf addımladı. Biz dayandıq. Tsira titriyir, mənim də dizlərim bükülürdü. Kişi bizə yanaşdı. Əvvəlcə gözaltı Tsiraya, sonra mənə baxdı, əllərini cibinə salıb bağırdı. Hey, papirosun var? Əlbəttə var, buyurun, deyə dilim dolaşa-dolaşa cavab verib papiros kutusunu ona uzatdım. Kibrit, buyurun, titrək əllərimlə kibriti yandırıb burnuna tərəf uzatdım. Mən dünən papirosu tərgitmişəm, dedi. Elə o vaxtdan bəri çəkməmişəm. İndi də elə belə, məzə üçün. Gərək adam sözündə möhkəm ola. O papirosunu yandırıb dərindən bir neçə qullaf vurdu və birdən, çəkirsən? Məndən soruşdu. Yox, nə danışırsınız? Afərin, məni 20 ildir çəkirdim, indi isə tərgitmişəm. Məni heç kim məcbur eləyə bilməz papiros çəkim, deyə o papiros kutusunu cibinə qoydu və yırğalana-yırğalana bizdən uzaqlaşdı. Biz yolumuza davam elədik. Tsira başını qaldırıb ulduzlar səpələnmiş göyə baxdı. Sonra qoluma girdi. Sən yəqin kimisə sevirsən, Tsira. De, kimi sevirsən? Mən göyü sevirəm, ulduzları sevirəm. Bax o qaravulçunu sevirəm. Bu ağacı sevirəm. Tsira çinara tərəf qaçdı. İnanmırsan? İstəyirsən öpüm. O ağaca sıxıldı, onu öpməyə və silkələməyə başladı. Ağacda yatmış sərçələr qanad çaldılar və həyəcanla civildəşdilər. Tsira quşların səsküyünə qulaq asdı, sonra mənə tərəf çöndü. Sərçələri də sevirəm. Qəribəsən. Ola bilər. Bəs sən? Deyəsən mən də qəribəyəm. Yox, sən səfehsən. Çox sağ ol. Amma yox, sən nəinki səfehsən, kör və karsan. Düz demirəm? Sınayıcı nəzərlərlə mənə baxdı. Biz yenə çinarlı xiyabanla getməyə davam elədik. Zuriko, nədir Tsira? Səni sevirəm. Tsira, gəl daha bu barədə danışmayaq. Tsira susub ağaca, mən də divara söykəndim. Biz xeyli bir-birimizə baxdıq. Tsiranı evlərinə ötürəndən sonra bir müddət hərəkətsiz durub, çınarların yarpaq xışıltısına qulaq asdım. Gənc tamaşaçılar teatrının yanında gecikmiş tramvay gəlib mənə çatdı. Cəld arxa vaqona mindim. Sərnişin yox idi. Mürgüləyən bələdçi diksinib gözlərini açdı və bilet almağımı əmr etdi. Pulum olmadığını deyəndə inanmayıb məni vaqondan düşürdü. Yerə atılanda düz milisənirin qucağına düşdü. Vətəndaş, sənədlərinizi göstərin. Sənədlərim nəyinə gərəkdir? Kəs səsini, cərimə olunursan. Pulum yoxdur. Onda şöbəyə gedək, orada danışarıq. Elə bilirsən ki, şöbəyə gedən yolda mənə maaş verəcəklər? Deyirəm ki, pulum yoxdur. Kəs danışığı. Milis şöbəsində 4 nəfər oturmuşdu. Növbətçi məni görəcək gözlərini qıyıb soruşdu. Aha, yenə keçdin əlimizə. Nə danışırsınız? Birinci dəfədir ki, bura düşürəm. Kəs danışığı. Görürsünüz necə yaramazdı. Yoldaş rəis. Yol uzunu anabacı söyüşü söyüb. Yalandı, mən heç kimi söyməmişəm. Sus, bunlarla qutarım, sonra da sənlə məşğul olaram, deyə növbətçi skamyada oturmuş qırmızı burun, üzü qırxılmamış kişiyə üzünü tutdu. De görüm, yenə orada neynəmsən? Nə danışırsan, yoldaş rəis? Ona qulaq asırsan?
özünü müəllim adlandırır. Ondan nə müəllimə? Ona it də etibar eləmək olmaz. Müəllimə bir bax. Xahiş edirəm məni bu əyyaşın təhqirindən qoruyasınız. Hündürboy, arıq kişi dedi. Mənim öz sənətim üzrə hazırlığımın səviyyəsi barədə Xalq Maarif şöbəsindən öyrənə bilərsiniz. Ədəbli danış, növbətçi sərxoşun üstünə qışqırdı. Pah, bəs o niyə mənim sənətimi təhqir etdi? Nə danışırsınız? O sizin sənətiniz barədə bir kəlmə də demədi. Mən söhbətə qarışdım. Necə yəni demədi? İndicə məni sərxoş adlandırdı. Cavan oğlan, təsəvvür etməzsiniz ki, bu necə tipdir? Tip özünsən, deyə qırmızı burun incidi. Hələ arvadını döyməyi bir qırağa, müəllim davam edirdi. Deyək ki, bu onun şəxsi işidir. Axı o gecə-gündüz içir, bağırır, hayküy salır, qonşulara rahatlıq vermir. Düz deyir, qırmızı burundan ciddi soruşdu. Düz deyir nədir? Mənim yerimdə sən olsaydın, nə edərdin? Düz 20 ildir bu cənab məni əyyaş adlandırır. Pah, məyər özüm bunu bilmir, hə? Ne üçün yadıma salır? Məni xuliqan, fırıldaqçı adlandırır. Necə? Siz onu fırıldaqçı da adlandırmısınız? Mən müəllimdən soruşdum. Siz onu tanımırsınız, cavan oğlan. O kimi desəniz cana yığar. Yorub əldən salıb qonşuları. Hansı qonşuları? Niyə səndən başqa heç kim şikayət eləmir? Çünki məni istəyirlər, mənə hörmət eləyirlər. Buyurun, bu da ərizə. Bütün o qonşular qol çəkiblər. Onların hamısı fırıldaqçıdır, sənin kimi. Qırmızı burun mənə sarı çöndü. Gəl bir danışaq, araşdıraq görək ki, adam nə üçün içir? Dərddən. Adamın dərdi varsa, demək əsəbdir. Əsəbləşirsə, qışqırır. Amma onun sözündən belə çıxır ki, adam gərək evində içməsin, qışqırmasın. Belə də iş olar. Cəhənnəmə içsin. İstəyir lap zəhər doldursun qarınına. Lakin bizə əziyyət verməsin. Axı bizim nə günahımız? Yox, siz bir ona baxın. Görün burnu necə də qırmızıdır. Eşidirsən? Şahidlərin yanındaca məni təhqir eləyir. Qırmızı burun şikayət elədi. Gəl əyri oturaq, düz danışaq, dedim. Sənin burnun doğrudan qırmızıdır da. Nə olsun ki? Mənim burnumla kimin nə işi var? İstəsəm lap yaşıl rəngə boyayaram. Növbətçi var gücü ilə yumruğunu stola vurdu. Pəncərənin şüşələri cingildədi. Otağa tam sakitlik çöktü. Ay uşaq, sənin nə haqqın var ki, burada sorğu-sual aparırsan? Növbətçi bağırdı. Niyə hirslənirsiz? Axı mən sizə kömək edirəm. Sənin köməyinə ehtiyacım yoxdur. Sən isə o üzünü qırmızı buruna tutdu. Rədd ol buradan. Bir də qonşuları narahat eləmə. Bircə xahişim var, nəçənlik. Burada rus sözü olan naçalnik, rəis deməkdir. Təhrif olunaraq işlənib. Bircə xahişim var, nəçənlik. Vallah, mən sakit adamam. Ömrümdə bir milçəyi də öldürməmişəm. Qoy o məni fırıldaqçı adlandırmasın. Rədd ol. Yaxşı, yaxşı, mən getdim. Qırmızı burun otaqdan çıxdı. Müəllim də hörmətlə baş əyib getdi. Birdən qapı taybatay açıldı və Marta xala içəri soxuldu. Heyrətə gəlmiş növbətçi tez ayağa qalxdı, stolun arxasından çıxıb ona yanaşdı. Nə olub Marta xala? Nə lazımdır? Uşaq yox olub. Mənim uşağım yox olub. Mən küncə qısıldım. Hansı uşaq Marta xala? Kirayənişinim Zurikova Şalamidze indiyə kimi evə qayıtmayıb. Gəzib dolanmadığım xəstəxana, milis şöbəsi qalmayıb. Kömək ilə oğlum, bir yerə zəng vur. Ona bir şey olsa dəli olaram. Zurikela, əziz balam, axı hardasan? Xataya düşdüm. Mən yazıq. Zəng vur oğlum, zəng vur. Mən küncdə lal dinməz oturub Marta xalanın oxşamalarına qulaq asırdım. Sevincdən ürəyim uçunurdu. Məni axtarırlar. Mənim üçün narahat olurlar. Marta xala, qoca, dengən qadın, şəhəri gəzib dolaşır, məni axtarır, sanki onun oğluyam. Dözə bilmədim, küncdən çıxıb onu qucaqladım. Marta xala, aman Allah, sən hardan çıxdın?
Ay utanmaz, yaramaz. Mən bütün şəhəri ələk-vələk eləmişəm. Sənsə burada oturub boşboğazlıq eləyirsən. Necə düşmüsən bura? Hə? Quldurun biri quldur. Cavab ver. Oğlum, niyə onu həbs eləmisiniz? Deyə Marta xala növbətçidən xəbər aldı. Bilmirəm, Marta xala. Milis gətirib. Bilmirsən? Səni bura nə üçün qoyublar? Yanına uşaq gətiriblər, sənsə heç maraqlanmırsan ki, niyə gətiriblər? Məyər o qatilə, soyğunçuya oxşuyur? Sənsə, marş evə, rəisdən üzr istə və əkil. Səninlə söhbətim sonraya qalsın. Marta xala məni itəliyə-itəliyə otaqdan çıxartdı. Mən təəccübdən ağzı açıla qalmış növbətçiyə sarı dönüb, əlimi yellədim. Marta xala yol boyu susurdu. Qapıya çatanda qanrılıb onun üzündən öpdüm. Rədd ol, səfil, deyə üzünü sildi. Sonra öz otağına keçib, qapını açarla bağladı. Şiyonqvimi. Fakültəmizin həmkarlar təşkilatının sədri hərdən seçqabağı ekskursiyalar təşkil edərdi. Bu dəfə ekskursiyaya Şiyonqvimi kilsəsinə getməyə hazırlaşırdıq. Marta xala yolda yeməyə 4 kartof kotleti qoydu. O, Avropalıların mədəniyyətinə əsaslanaraq mənə çörək vermədi. Sən demə, onlar kartofu və makaronu çörəksiz yeyirlər. Kurs yoldaşlarımla universitetin həyətində 2 saata yaxın avtobus gözlədik. Nəhayət, sürücü maşını işə salanda mühərrik sanki askırdı və söndü. Ey oğlan, köməyə gəl, deyə sürücü mənə müraciət elədi. Maşının qabağında durub dəstəyi fırlatmağa başladım. Mühərrik susurdu. Hamınız maşından düşün, sürücü əmr etdi. Siradan başqa hamı düşdü. Köməkləşib maşını itələdik, maşın titriyib işə düşdü. Biz yerimizi tutduq. Səyahət başlandı. Siranın yanında oturmuşdum və gözaltı ona baxırdım. O mənə fikir vermirdi. Otar ekskursiya rəhbərimizlə söhbət edirdi. Həmkarlar təşkilatının sədri gözlənilmədən məndən soruşdu. Üzvlük haqqını vermisən? Vermişəm. Nə vaxt? Dünən. Xatırlamıram. Bilirsən nə var? Yaddaşını düzəlt. Həmkarlar təşkilatının sədri arxaya keçdi. Avtobus hərbi Gürcüstan yoluna çıxdı. Sola baxın, deyə ekskursiya rəhbərimiz Mıtıqvari çayını göstərdi. Mıtıqvari Kür çayının Gürcü dilində adıdır. Nestor otara tərəf döndü. Otar, qalyanaltı eləmək vaxtıdır. Mən acımışam. Sən gündə neçə dəfə yeyirsən ki? Kimsə soruşdu. Neçə dəfə qonaq etsələr. Sağa baxın, yenə ekskursiya rəhbərinin səsi eşidildi. Bu, bizim elektrik zavodumuzdur. Elektrik cəryanını buradan buraxırlar. Biraz sağda və yuxarıda biz Civari kilsəsini görürük. Kilsə uzaq keçmişdə tikilib və hələ indiyə kimi də uçulmayıb. Sağa baxın, ekskursiya rəhbəri davam etdi. Qarşımızda Svetoskhaveli kilsəsidir. Çarın əmri ilə bu kilsəni tikən memarın qolunu vurublar. Niyə? Nestor soruşdu. Kiməsə şeytanlıq eləyib. Sürücü xəbər aldı. Bəlkə tikinti materiallarını oğurlayıb. Bəs Svetoskhaveli kilsəsinə baxmağa gedəcəyik? Tsira soruşdu. Cegvi kəndinə günorta gəlib çatdıq. Mən inadla Tsiranın arxasınca yeriyirdim. O isə heç mənə baxmırdı. Hiss eləyirdim ki, Tsira o gecədən sonra məndən çəkinir. Mən istəmirdim ki, Tsira ilə münasibətlərimiz pozulsun. O özü də bunu istəməzdi. Zuriko, Nestor qışqırdı. Əl çək qızdan, görürsən sənə heç fikir vermir. Tsira irəlidə çiçək dərə-dərə gedirdi. Mən də çiçəkləri sevirəm, lakin dərilmiş çiçəyə baxa bilmirəm. Dərilmiş çiçəklər xoşuma gəlmir. Onlar matəm mərasimini xatırladır. Bizi kilsənin bağçasında cavan, üzügülər bir rahib qarşılayıb kim olduğumuzu soruşdu. Biləndə ki, tələbəyik, qorxa-qorxa əllərini göyə qaldırdı. Komsomolçusunuz? Deyə soruşdu. Hamı bir nəfər kimi. Həmkarlar təşkilatının sədri cavab verdi. Sizi kilsəyə buraxa bilmərəm. İmansızları Tanrı ibadətxanasına buraxmaq olmaz. 2 aydır ki, üzvlük haqqı vermirəm.
Məni buraxarsınız, dedim. Əlbəttə, o gülümsədi. Biz dua etməyə yox, tarixi abidələrə baxmağa gəlmişik. Həmkarlar Təşkilatının sədri hirslənərək dedi. Siz kimsiniz? Həmkarlar Təşkilatının sədriyəm. Yaxşı, buyurun ibadətxanaya. Amma Tanrı xatirinə papaqlarınızı çıxarın, ayaqlarınızı silin və divarları yazmaq həvəsinə düşməyin. Rahib kilsəyə tərəf getdi, qapıları taybatayı açdı. Xaç vurub, Tanrı sənə şükür, mızıldanandan sonra məbədə daxil oldu. Biz də onun dalınca getdik. Kilsə bizi buxur və şam iyi ilə qarşıladı. Zəif işıqlar ensiz pəncərələrdən içəri keçib döşəmədə birləşirdi. Divarlardan neçə əsr bundan əvvəl yaşamış, üzü qırışlı, qolları sinələrində çarpazlanmış adamlar məna dolu baxışlarla bizə baxırdı. Bu şəklin mənası nədir? Nestor maraqlandı. İsa'nın dirilməsi, rahib cavab verdi. Sira soruşdu. Bəs bu nə şəkildir? Bu şəkildə Yəhudi İsa'ya xəyanət eləyir. Həmişə belə olub da. Doğma qardaşa da etibar yoxdur. Səni bir qəpiyə satar, deyə sürücü ah çəkdi. Kilsədən çıxanların hamısı son dərəcədə ac idilər və yemək istəyirlər. Çəmənlikdə süfrə açdıq, hər kəs gətirdiyi yeməyi çıxartdı. Masabəyi seçmədik, qərara gəldik ki, hər kəs növbə ilə öz fikrini söyləsin. Söz sürücüyə verildi. Mən bədbəxt adamam. Hər dəfə başqaları yeyib içəndə mən dodaqlarımı yalayım gərək. Çünki biz sürücülərə içki içmək təhlükəlidir. Bax, deyək ki, indi mən doyunca içib sizin hamınızı uçuruma saldım. Əlbəttə, mənə cürbəcür bəhanələrlə bəraət qazandırmaq olar. Bəs avtomobil müfəttişini necə aldadasan? Deyəcək bir nəfəs al. Hə, dostum, fakt, içmisən. Elə beləcə də yazacaq. Qəza törədən sürücü sərxoş idi. Vəssalam, işim bitdi. Sonra da sizin sürücünüz Sarkisi salacaqlar qazamata. Qonaqlığımız sona çata-çatda rahib danışmaq həvəsinə düşdü. O hıçqıra-hıçqıra belə bir monoloq söylədi. Bu kilsədə İranlı Şah Abbas, bilirsinizmi nə üçün 20 qəpiklik pul Abbas adlanır? Şah 20 onluğa Gürcü rahibinin boynunu vurdurub. Nə üçün? 200 rahib. Bu az deyil. Şahın nənəsi isə Gürcü idi. Bəli, həmin qalada bir rahib vardı. Yetimdi, içmirdi. Bəs nə üçün? Bura bax, dostum, deyə Şoto tab gətirmədi. Sən rahibsən, yoxsa müazirəçi? Nə üçünü yağdırırsan başımıza? Biz nə bilək nə üçün? Özün de nə üçün? Deyərəm, bundan asan nə var ki? İçək bu binanın sağlığına. Allah bu binanın sahiblərinə xoş həyat qismət eləsin. 12 oğul və 12 qız. İsa və 12 varisi. Mən rahibəm. Nə üçün? Rahib son nə üçünə cavab verə bilməyib yuxuladı. Mənə elə gəlirdi ki, yer üzündə ona ərə getməyə razı olan bir qadın tapılmadığı üçün istər-istəməz rahibliyi seçmişdi. Növbə mənə çatdı. Günəş var olsun. Günəş nədir? İndi gecədir. Şoto səhvimi düzəltdi. Mən isə günəşi görürəm. Siz də onu görməlisiniz. Əlbəttə, əgər kör deyilsinizsə. Əlbəttə görürük. Nestor razılaşdı və aya baxdı. Yox, o aydır. Siz isə günəşi görməlisiniz, etiraz etdim. Mən evə gedirəm, deyib ayağa durdum. Bax, bu cığırla yolun yaxın olar, Otar dedi. Mən Siraya tərəf dönüb, Sira gedək, deyə soruşdum. O niyə səninlə getməlidir? Otar azacıq qalxdı. Səndən soruşan yoxdur, kobudcasına cavab verdim. Sira, yəni sən bu səfihlə gedə bilərsən? Otar Sira'dan soruşdu. Sira, mən burada qalıram, dedi. Otar, mənimlə? Deyə soruşdu. Yox, hamı ilə. Hamı, yəni Otar? Deyə onu acıladım. Otar niyə? Bax, Nestor da buradadır. Nestor yatıb.
Otar, deməli mənimlə qalır, dedi. İndi sən də yuxuya gedəcəksən, cavab verdim. Heç yadıma düşmür, deyib, Otar əsnədi, uzanıb elə o saatda yatdı. Sən də yat, Zuriko. Sən gözəl qızsan, Sira. Bilirəm. Mən isə meymunam. Bilirəm. Onda niyə məni sevirsən? Bilmirəm. Yaşasın bilməmək. Yaşasın İliko, İllarion və mənim nənəm. Sənin İllarionun lap zəhləmi tökdü. Ayılmış Otar deyindi. Sira, gedək, dedim. Hara? O xəbər aldı. Heç ara. Gedək. Sira yavaş-yavaş dalımca gəldi. Zuriko! Nədir Sira? Zuriko, niyə dinmirsən? Mən utanıram. Sən axı məni sevirsən. Bəs mənə bunu niyə demək istəmirsən? Sira, sən məni sevmirsən. Sən, mən, sən gözəl qızsan. İstəmirəm ki, məni sevəsən. Çünki mən sənin məhəbbətinə layiq deyiləm. Sus, Zuriko. Mən əcləfam. Amma mənim heç ağlıma da gəlməzdi ki, sən məni sevə bilərsən. Heç bilmirsən mən necə pis adamam. Mənim... Lazım deyil, Zuriko. Sus. Yox, sən bilməlisən. Mənim məhəbbətim var. Orada, kənddə. Mən onu dünyada hamıdan çox istəyirəm. O mənə həyatımdan da artıqdır. Sən ondan yaxşısan. Lakin mən onu sevirəm. O mənim günəşimdir. Mənim gözümün nurudur. Onun adı Meyridir. Həyəcandan boğulurdum. Boğazım tutulmuşdu. Artıq danışa bilmirdim deyə başımı aşağı salıb sustum. Sira tərpənmirdi. Mavi gözləri heyrətlə geniş açılmışdı. Birdən o yuxudan ayılmış kimi mənə yaxınlaşıb var gücü ilə üzümə bir şillə vurdu. Mən yerimdən tərpənmədim. Sira üzünü əlləri ilə örtüb hönkürdü. Siranı çəmənliyə, yatmış Otarın yanına gətirdim. Heç nə demədən əllərini öpüb uzaqlaşdım. Qədim zəng qülləsinə yanaşdım. Pilləkanın üst meydançasına qalxdım. Gecənin təmiz havasını dərindən udub var gücümlə çağırdım. Ehey, ehey, ey! Dağdan əs-səda gəldi. Yumruğumu qüllənin çoğun yanlarına vurdum. Uzun, boğuq səs çıxdı. Birdən gözlərim qaraldı. Ətrafdakı hər şey başıma fırlandı. Yıxılmayım deyə ipdən yapışdım. Nau, 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 qüllə oxuyurdu. Ayrı-ayrı gümüşü damcılarla çıxan səslər birləşib aramsız dalğalara çevrilir və kilsənin həyətini, gecəni, bütün kainatı bürüyürdü. Odunlar. İllarionla ağacın kölgəsində oturub söhbət eləyirdik. İllarion elmdən, siyasətdən, ədəbiyyatdan danışmağı xoşlayır. Hər hansı bir hadisə haqqında onun xüsusi anlayışı, şəxsi nəzəriyyələri var. Çox vaxt mənim də mülahizələrimə şübhə ilə baxır. Hansı kitabda oxumusan, deyə istehza ilə soruşur. Mənbəyini deyirəm. Özün bilirsən ki, kitabları adamlar yazır. Ona görə də yazılara inanma. 2 saat mühazirə oxuyandan sonra nəhayət İllarion yer kürəsinin yumru olmasına inandı. Bu dəfə bizim söhbətdə nənəm də iştirak edir. Yaxşı oğlum, bax deyirsən ki, yer üzündə əvvəlcə heyvanlar, sonra insanlar əmələ gəlib. Elə isə inəkləri və keçiləri kim sağırdı? Südün bir hissəsini buzovlara əmirdilər, qalanı da tökülüb gedirdi. Eşidirsən, İllarion? Süd tökülüb gedirdi. Hələ bu harasıdır, Olga? Sən ondan soruş gör, əmək meymunu necə insana döndərib. Danış görüm, oğlum. Nə danışım? İllariona və İlikoya baxsan görərsən. Ay uşaq, güzgü tapmısan, get quyuda sir-sifətinə bax, deyə İllarion inciyir. Yaxşısı budur, nənənə danış, görsün orada başını necə müdrik şeylərlə doldurmusan. Siz onsuz da heç nə başa düşməzsiniz. Utanmırsan? İllarion gülümsüyür. Elə isə sən danış, İllarion.
Nənəm xahiş etdi. Nə danışım? Boş-boş şeylər deyir. Güya meymun acdığı üçün torpağı becərməyə başladı. İşə bir baxa. Sonra axı o uzanmış halda yer belləyə bilməzdi. Ona görə də ayağa qalxdı. Məyər mən elə deyirdim. Elə desəydin yaxşı idi ki, dediyinin yarısını heç başa düşmədim. Demək belə, meymun torpağı belləməyə başladı. Beli hardan tapdı? Ay Səfi, sənin o meymunun beli hardan tapmışdı, hə? Mən izah elədim. Necə yəni hardan? Ot soyanın mağazasına getdi və dedi, ay qardaş, o 18 manatlıq beli mənə ver. O zaman ot soyada meymun idi? İlarion soruşdu. Nənəm, ot soya elə indi də meymundur. 1 kilogram mıxın 200 qramını oğurluyur, üstəlik pulun artığında qaytarmır. Qonşulara salam. İlarion dərvazanın ağzında dayanıb gülümsəyən İlikoya şübhə ilə baxıb soruşdu. İliko, Çigogidze, düzünü de. Bizə düşmən kimi buyurmusan ya dost kimi? Hər halda sən arxayın ola bilərsən. Sən tərəfə heç baxmayacam da. İliko cavab verdi. Qonşularla məsləhətə gəlmişəm. Elə isə buyur. İliko bizə yanaşdı, bir də hörmətlə salamlaşıb, tirin üstündə oturdu. Sonra cibindən çıxardığı kisədən təmbəki götürüb, kisəni yenə cibinə qoydu. O biri cibindən başqa təmbəki kisəsi çıxartdı və bizə uzatdı. Çəkirsiz? İlarion kisəni alıb açdı, təmbəkini iylədi və geri verdi. İliko, əzizim, bundan gündə 3 dəfə dərman kimi qəbul elə, sənin kimilərə kömək eləyər. Yenə istiotdudu, deyə mən soruşdum. Yox, samandı, İlarion cavab verdi. De görək, niyə gəlmisən? İliko heç İlariona baxmadı, üzünü nənəmə tərəf tutdu. Onunla danışmağa dəyməz, əziz Olga. Görürsən ki, dili zəhərdir. Doğrudur, sən də şirin dil deyilsən, amma müdrik qadınsan. De görüm, mən nə idim axı? Baş götürüm kənddən çıxım, ya onu öldürüb qazamata düşüm, hə? Ay aman, niyə belə qızışmısan? Nə olub? O olub ki, kimsə mənim odunlarımı oğurluyur. Başa düşdün? Mənsə oğrunu heç cür tuta bilmirəm. Neçə gecədir ki, yatmıram. Aman Allah, buna görə adam öldürmək istəyirsən. Qanını da içərəm. Tək o əcləfi tuta bilim. İliko, qulaq as. Sənə məsləhət verim. Yadda saxla ki, tutulmayan oğru deyil. Yaxşı, sən deyən olsun. İliko qətiyyətlə ayağa durub darvazaya tərəf getdi. Sən odunları öz otağına yığ, deyə İlarion qışqırdı. Ya da odun qalağının üstündə yat. Yaxşı, İlarion, məsləhətinə görə çox sağ ol. Sən olmasaydın, mən bədbəxt neyniyərdim, hə? Deyib İliko getdi. Həmin gün axşam İliko bizə gəldi. Özü ilə qıpqırmızı pipiyi olan böyük bir xoruz gətirdi. Bu nədir, İliko? Nənəm təəccübləndi. Məyər xoruz oxşamır? Niyə gətirmisən, Nə olub buna? Heç nə olmayıb. Bütün xəstəlikləri hələ beşəlikdə keçirib. Yaman vuruşqandı, əla xoruzdur. Bircə hürə bilmir, yoxsa istənilən itdən yaxşıdır. Həyata heç kimi buraxmaz. İstəyirəm sənin Zurikona bağışlayam. İliko məni kənara çəkib pıçıldadı. Zurikela, əzizim, xilaskarım mənim. Nə var, İliko? Şəhərdən kapsul gətirmisən? Gətirmişəm. Neçə dənə? 30 dənə. Onları mənə ver, olum sənin qulun. Olmaya quldurluğa quşanmısan. Soruşma. Sən o kapsulları mənə ver, əvəzində nə istəsən tələb elə. Səbəbini desən kapsullar sənindir. Bəs məni ələ versən, düşmənlərə satsan, nə danışırsan, İliko? Söz verirsən, utan, İliko. Yaxşı, getdik bizə. Səhərə qədər mən və İliko odun qalağının yanında oturub kapsulları və dinamiti odunlara tıxadıq. Dəliklərə səliqə ilə palçıq sürtdük.
İlikonun kefi kök idi. Oğrunu tanıyıram. Amma deyirlər ki, tutulmayan oğru oğru deyil. Bax, indi onu tutacam. Zurikela, mən dahiyəm. İliko, bəs bunlar oğrunu öldürsə, onda necə olacaq? Qorxma, öldürməz. Amma bir toy tutacaq ki, gəl görəsən. Zurikela Vaşalamidze, əgər bu kapsullar barədə kimsə bilsə, öz bıçağımla özümü öldürəcəm. Günah da səndə olacaq. Yadında saxla. Dilimi qarnıma qoymağa təntənəli surətdə söz verdim. Bir həftə sonra İllaryongilin həyətində oturmuşdum, vaxt hiss olunmadan keçirdi. Eviniz abad olsun. Xoş gəlmisən İliko. İllaryon özündən razı halda gülümsədi. İliko məni bir kənara çəkib pıçıltı ilə dedi. Apardılar. Kim apardılar? Odunlar apardılar, axmaq. Partlayış bugündür. Ola bilməz. Elədir ki var. Demən getdim. Sənsə gözdə qulaqda ol. İliko hırıldayaraq getdi. İllaryon qaşqabağını tökdü. Taygözə nə lazım idi? Sözünü mənim yanımda niyə demədi? Niyə desin? Tezliklə özün də biləcəksən. Bu gecə doyunca güləcək. Nə məsələdir? Deyə bilmərəm, amma biraz döz, daha maraqlı olar. Deməli, Taygözə satıldın, hə? İllaryon qaşqabağını sallayıb odun dalınca getdi. Qığılcım topası havaya qalxdı. Alov şölələri indicə atılmış odunu qamarladı. Odun alışdı, ona yapışmış gil parçasını qırağa tulladı və "Uzan İllaryon, uzan!" deyə bağırdı. İllaryon yerə yatdı. Ateş açıldı, tiyan yerindən oynayıb tonqalın üstünə açdı. Partlayışlar bir-birini əvəz eləyirdi. Kömür qırıqları, qığılcım fəvvarəsi havaya qalxırdı. Ateş bir neçə dəqiqə davam elədi. Ara sakitləşəndən sonra başımı qaldırıb yan görəmə baxdım. Başı torpağa batıb qalmış İllaryon hərəkətsiz idi. Tez qalxıb onu arxası üstə çevirdim. O gözlərini açdı, əlini torpaqlı, küllü üzünə çəkib zorla inildədi. Nə olub Zurikela? Səni görüm tirlənəsən İllaryon Şivardnadze. Sən axı niyə Taygözdən odun oğurluyurdun? Mənə deyə bilməzdin? Nə? Odun? Hansı odunları deyirsən? İlikonun həyətindəki odunları deyirəm. Mənə niyə demədin ay yekəburun şeytan? Axı mən bütün gecəni öz əllərimlə həmin odunların çat yerlərini kapsullarla doldurmuşam. Zurikela Vaşalamidze, çalışıb can yandırdın. Axır ki mənim qanımı İliko Çiqogidzeyə içirtdin. İndi isə nə qədər sağsan rədd ol burdan, yoxsa başına elə oyun açaram ki, daşlar dilə gələr. Hey, ev yiyəsi! İliko məni xilas etdi. Yanına məsləhətə gəlmişəm. Kimsə mənim odunlarımı oğurluyur, bəlkə kömək eləyəsən oğrunu tutaq? Öldürəcəyəm. İllaryon bağıraraq qapıya tərəf cumdu. İliko səhər gəlib oğrun İllaryonun həyətinə girdi. Hadisə yerinə baxıb başını buladı. Sonra salamat qalmış odunlardan kapsulları çıxartmağa başladı.